Salam, əziz və hörmətli Sabirabadlılar. Azərbaycanın qeyrətli və cəsur oğul və qızları. Mən sizlərdən artıq dərəcədə xahiş edirəm. Siz bu çıxışa axıra qədər baxasınız, bəyənəsiniz, paylaşasınız və öz rəylərini bildirəsiniz. Bu çıxışı mənim fəryadım kimi qiymətləndirəsiniz. Mənim bu çıxışımın əsas məqsədi Əhliman Əmədsənovun necə qeyri-qanuni deputat olduğunu sübut etməkdir. Nəzərinizə çatdırıram ki, mən Sabirabad rayonunun Türkəli kəndində yaşayıram. Ailəliyəm, 5 uşaq atasıyam. Hal-hazırda 70 yaşım var. İndi isə mən sizlərə seçki günü baş vermiş biabırçılıqlardan danışacağam. Hansı ki, mən bu biabırçılığın necə baş verdiyinin canlı şahidi olmuşam. Bildirirəm ki, vaxtilə mərhum Heydər Əliyev öz çıxışlarında bildirmişdir ki, dövlətimizin qanunlarına bütün Azərbaycan vətəndaşları əməl etməlidir və qanunun aliliyinə hörmətlə yanaşmalıdır. Hal-hazırda da ölkə başçısı İlham Əliyev hər dəfə prezident seçiləndə Azərbaycan xalqı qarşısında təntənəli şəkildə and içərək bildirir ki, mən bir Azərbaycan vətəndaşının bütün hüquq azadlıqlarının təminatçıyam. O dəfələrlə bildirmişdir ki, Azərbaycan demokratik bir ölkədir. Seçkilər tam demokratik, şəffaf və azad şəkildə keçirilir. Mən də bu deyilənlərə və qanunlarımızın aliliyinə inanaraq bir Azərbaycan vətəndaşı kimi Sabirabad rayonunun 67 saylı seçki dairəsinə müraciət etdim və deputatlığa namizədliyim qeydə alındı. Hörmətli izləyicilər, mən sizlərin nəzərinə əsas məqamları çatdırmaq istəyirəm. Belə ki, seçki günü mən 49 seçki məntəqəsinin 27-sində müşahidə apardım. Həmin gün seçki fəallığının çox aşağı səviyyədə olduğunu müşahidə etdim. Müşahidə apardığım seçki məntəqələrində seçki qruplarının saxta bültenlərlə doldurduğunu öz gözlərimlə görmüşəm. Seçki başa çatdıqdan sonra dairənin yekun protokolunu əldə etdim və dəhşətə gəldim. Həmin protokolda dairə üzrə seçkilərin ümumi sayı 53.901 nəfər göstərilir. Mən sizlərə əmin edirəm ki, seçki günü dairə üzrə həqiqi səs verməyə gələnlərin sayı cəmi 5-6%. Yəni təxminən 3000 nəfərdən biraz çox olmuşdur. Bunların da 90-95%-i mənə səs vermişlər. Lakin dairənin saxta yekun protokolunda göstərilir ki, güya həmin gün səs verməyə gələnlərin sayı 21.223 nəfər olmuş. Onlardan 151 nəfərin bültenləri etibarsız sayılmış, yerdə qalan 21.072 nəfər seçkinin güya 14.426 nəfəri Əhliman Əmədsənova, 478 nəfəri mənə, qalan səslər isə digər namizədlər arasında bölünmüşdür. Bu isə ağ yalandır və açıq-aşkar qanun pozuntusudur. Təxminən 18.000 seçkinin hüquqları kobud şəkildə pozulmuş, onlar səs verməyə gəlmədikləri halda onların əvəzinə saxta səslər yazılmışdır. Əziz izləyicilər, sizlərdən artıq dərəcədə xahiş edirəm. Səbirli olun və axıra qədər bu çıxışa qulaq asın. Mən bu amansız saxtakarlıqla bağlı ilk günlərdən başlayaraq bəyanatla çıxış etdim, sosial şəbəkələrdə paylaşdım. Bundan əlavə bir il ərzində ölkə başçısına, MSK-nın sədrinə, baş prokurora, DTX-nın sədrinə, Konstitusiya Məhkəməsi sədrinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə, Milli Məclisin sədrinə, Prezident Administrasiyasının sədrinə və digər rəsmi qurumlara həm yazılı şəkildə və həm də elektron poçt vasitəsilə çoxlu sayda müraciətlər etmişəm. Lakin bugünə kimi heç bir araşdırma aparılmayıb. Ölkə başçısına ünvanladığım müraciətlərimin heç biri ona çatdırılmayıb. Artıq mən bilirəm ki, bu məsələ ancaq və ancaq ölkə başçısı səviyyəsində öz həllini tapa bilər. Odur ki, mən bununla bağlı Prezident Administrasiyasının vətəndaşların müraciətləri ilə İş Şöbəsinin müdürü Süleyman İsmailova dəfələrlə müraciət etmişəm ki, heç olmasa mənim müraciətlərimdən birini ölkə başçısına çatdırsın. Lakin bu adam mənim xahişimi bu günə kimi yerinə yetirməyib. Mən bütün müraciətlərimdə qeyd etmişəm ki, dövlət və dövlətçiliyimiz naminə seçki saxtakarlıqları barədə sosial şəbəkələrdə bugünə kimi kəskin çıxışlar etmək fikrim olmayıb. Mən istəmişəm ki,
öz daxili problemlərimizi ölkə daxilində hüquqi müstəvidə həll edək. Ancaq mənim bu yanaşmamı dəyərləndirən olmayıb. Odur ki, bu sayılmazlıqları nəzərə alaraq sosial şəbəkələrdə çıxış etməyə məcbur oldum. Mənim sözümü heç kim eşitmək istəmədi. Mən seçkidən sonra çətinliklə də olsa Əhliman Əmrasovla görüşdüm. Görüş zamanı mən onun gözünün içinə dik baxaraq dedim ki, sən qeyri-qanuni yol ilə deputat mandatını ələ keçirmişsən. Və mənim bütün hüquqlarımı pozmuşsan. Səni Sarabad rayonunda heç kim tanımır. Mən bu sözləri ona deyəndə mənə cavab verə bilmədi. Ona dedim ki, mən öz haqqımdan və hüquqlarımdan geri çəkilən deyiləm. Rayonda əksər insanlar mənə deputat kimi müraciət edirlər. Əhliman Əmrasovun görüş zamanı mənə son sözü bu oldu ki, get kimə və hara şikayət etmək istərsən et. Sən mənə heç nə edə bilməyəcəksən. Hal-hazırda rayonda məni tanıyan insanlar mənə deputat kimi müraciət edirlər və öz problemlərini mənə çatdırırlar. Mən də həmin problemləri Sarabad rayon İcra Hakimiyyətinin başçısı cənab Səraqəddin Cabbarova çatdırıram. Sağ olsun cənab başçı həmin problemlərin həll olunmasında yaxından köməklik edir. Əziz izləyicilər, Əhliman Əmrasov seçkidən qabaq görüşlərin birində deyib ki, mən deputat olmaq istəmirdim. Məni deputat olmağa məcbur edirlər. Onun bu dediklərinə öz fikrimi gələn çıxışda bildirəcəyəm. Bəs siz izləyicilər, onun bu dediklərinə necə yanaşırsınız? Əhliman müəllim, siz Azərbaycan Respublikasının aşağıdakı qanunlarının, maddələrinin kobud şəkildə pozulması nəticəsində deputat mandatını ələ keçirmişsiniz. 1. Azərbaycan Respublikasının seçki məcəlləsi. Maddə 2. Seçkilərin azad və demokratik keçirilməsi prinsipi. Maddə 114. Seçki nəticələrinin etibarsız sayılması əsasları. Maddə 115. Seçki hüquqlarının pozulması halları. Saxta bülten protokolunun saxtalaşdırılması. Maddə 112.1. Şahidlərin araşdırılması qaydası. 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Maddə 159. Seçki hüquqlarının həyata keçirilməsinə mane olma. Maddə 160. Seçki sənədlərinin saxtalaşdırılması. Maddə 161. Seçkilərdə saxtakarlıq. Maddə 179. Dələduzluq. Saxta yolla səs toplama. Maddə 320. Rəsmi sənədlərin saxtalaşdırılması. Hörmətli izləyicilər, mənim indiki və bundan sonraki çıxışlarıma görə mənə və ailə üzvlərimə qarşı hər hansı bir təxribat, həbs etmə, qanuna zid hərəkət, sui-qəsd baş verərsə, bunun bütün məsuliyyəti birbaşa Əhliman Əmrasovun üzərində qalacaqdır. Əhliman müəllim, nə qədər ki gec deyil, mən sizi istənilən televiziya kanalında debata dəvət edirəm. Əgər bu debat baş tutarsa, kimin haqsız olması bəlli olacaq. Hələlik bu qədər. Çıxışlarım davam edəcək. Sağ olun. 12 oktyabr 2025-ci il.